hərfidir. Dil iki dişin arasına girəcək, pərtək sədə eləcək. Thumma mim hərfi idğam mə'al gunnədir. Burunda sıxılacaq. Yəqulunə. Yəqulunə. Yə incə samitdir. Qaf qalın hərfdir. Bu hərfin məxrəci demək dilin sonu və dilçəyin başlanğıcındadır. Yəqulu incə samitdir. Yəqulunə. Həzə. Hə iki səs. Zə iki səs. Pərtək zə. Sonra min indillahi. Min indillahi. Burada min, nun hərfi izhar olacaq. Burunda deyiləcək. İndillahi kəlməsində ayn hərfinin məxrəci boğazın ortasından çıxarılacaq. Nun səsi, nun hərfi dələ yetişdikdə ixva olacaq. Nunun 1/3 hissəsi dəl hərfinin məxrəcində gizlədiləcək. Dəl hərfi dilimizdəki d hərfinin məxrəci kimidir. İndillahi. Bir də deyirəm. İndillahi. Allah kəlməsindən öncə kəsrə gəldi.